2015-ci il Nardaran hadisələri zamanı həbs olunanların məhkəməsi dövründə yaşanan bir hadisə həqiqətən də təqdirə layiqlidir. Bilirsiniz ki, o zamanlar Nardaran işi adı altında 4 qrupda 40-dan artıq məhbusun cəmləndiyi məhkəmələr gün fərqləri ilə davam edirdi. Birinci qrup Talib Bağırzadənin də olduğu 18 nəfərlik dəstədəki ittiham olunan şəxslər digər məhbuslardan say etibarilə çox idi. Aktiv məhkəmələr dövründə Qazaxıstanda yaşayan inanclı bir şəxsin bu məhkəmələrdən bir neçəsində iştirak etmək şansı oldu. O, məhkəmələrdə Hacı Talinin cəsarətli çıxışlarından təsirlənərək bizlərlə əlaqə saxladı və bildirdi ki, o hər ay müəyyən məbləğdə yalnız Hacı Talinin ailəsinə kömək etmək istəyir. Hacı razı olsa aylıq belə bir yardım etsin. Biz məsələni Hacı Taliyə bildirdik. Hacı etiraz etdi. O, bildirdi ki, bizim ümumi məhbuslar üçün büdcəmiz var, əgər qardaş yardım etmək istəyirsə, o büdcəyə yardım etsin. Hansı ki, orada toplanan iyanələr məhbuslar arasında bölgü ilə paylanır. Tali də bu məhbuslardan biridir və onlardan fərqli deyil. Biz özümüzü qardaşlarımızdan kənar hiss etmir və fərqli nöqtədə görmürük. Ona görə də yardım etmək istəyən şəxs ya ümumi büdcəyə köməklik etsin, ya da bunu ümumiyyətlə etməsin. Biz qardaşa Hacının bu fikrini çatdıranda o olduqca məmnun oldu və ümumi büdcəyə köməklik etmək istəyini bildirdi.